Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərin mən sizlərə Dreamstar aparatında kanal necə yığılır, Azərbaycan, Rus və Türk kanallarına necə baxmaq olar, ətraflı şəkildə bu günlərim sizlərə izah eləyəcəm. Zəhmət olmasa hər hansı bir sualı verməmişdən qabaq videomuzu axıracan izləyin. Bu günlərim kabel xəttindən, antenadan Azərbaycan, Rus və Türk kanallarına Dreamstar aparatında, bax bu aparatda necə Azərbaycan və Türk kanallarının və Rus kanallarını yığmaq olar, ətraflı şəkildə sizlərə izah edirəm. Əziz dostlar, birinci növbədə Azərbaycan kanalını yığmalısınız. Azərbaycan kanalını yığmaqdan da ötürü mən indi bunu türk dilinə qoydum. Ola bilsin ki, sizlərdə başqa dildə ola bilər. Bunun yəni heç bir fərqi yoxdur. Hamısının sistemi eynidir. Dillər isə, yəni buradan birbaşa girirsiniz, bu üçüncü hissəyə gəlirsiniz. Burada OS-də dil var, buradan birbaşa dəyişə bilirsiniz. Türk dilində, ingilis dilində, istədiyiniz bütün dillərdə qoya bilirsiniz. Yəni türk dilini çox adam başa düşdüyü üçün ona görə bugünkü gündə mən türk dilindən sizlərə aydın şəkildə necə yığmaq lazımdır, onları sizə göstərəcəm. İlk öncə birincinin üzərinə menunu basırıq. Menu butonunu basırıq. Menu butonu basdıqdan sonra bu gəlir. Bunu gəldikdən sonra anten ayarlarına buna 4 dənə 0 yığırsınız. Bax 4 dənə 0. Anten ayarları. Anten ayarlarına gəldikdən isə birincinin də TürkSat gəldi burada. Siz birinci nömrədə Azərbaycan kanalını yığmalısınız ki, sıralı şəkildə gəlsin. Səsini indireyim. Önce Emin evime geliyor. Emin evin ev, araç ve iş yeri almanın en... Buradan axtarırsınız. Bunun heç bir fərqi yoxdur, əziz izləyicilər. Yəni buradan siz seçməlisiniz. Liboy bir dənə, məsəl üçün Intelsat 12 olsun, Azerspace 46 dərəcə olsun, fərqi yoxdur. Bunun sadəcə olaraq C bəndi olmasın, 2 olsun. Bunu mən bu günlərim məsəl üçün Hotbird'də yığacam. Intelsat 901 Hotbird fərqi yoxdur. Hansını da istəsəniz, yəni rahat şəkildə yığa bilərsiniz. Əziz izləyicilər, bura diqqətdən fikir verin. Sizdə bura belə olacaqdır. Burada yox olacaq. Belə olacaqdır. Bu Intelsat 901 seçdikdə disek 1. modunu 1.1-ə qoyursunuz və altdakı disek bölümünü bizdə Azərbaycan D-dədir. D yanı 4-cü portdadır. Port 1 var, 2 var, 3 var, 4 var. Deməli 1A-dır, 2B-dir, 3C-dir, 4D-dir. Bunları düzgün şəkildə bilməlisiniz. Bunu da bilməyin ən asan yolu, məsələn, D provkasına bastınız, rahat bilmək üçün transport üzərinə gəlirsiniz. Buradan hər hansı bir kodu seçirsiniz. Kodu da seçmək üçün bundan, məsələn, D provkasına qoyursunuz, buradan geriyə çıxırsınız. Diqqətli şəkildə baxın, bura zəhmət olmasa. Uydu transport listəsinə gəlirsiniz, transporter listəsi. Bunun üstünə oku basırsınız. Oku basdıqdan sonra yuxarıda görürsünüz sat provkasını basırsınız. Burada yazır anten ayarları. Anten ayarları info. Şunu bir çevirebilirsek iyi olur. Filmin çekim yılı 1976-70'in civarı. Yani döneme uygun görünüyor. Burada əgər TürkSatda qalsa, siz Intelsat 901 axtarsınız. Buradan gəlirsiniz, sat provkasını seçirsiniz. Bu provkanı satıb vurduqdan sonra düşürsünüz aşağı. Deməli, Intelsat 901-i axtarıb tapırsınız burada. Intelsat 901, bunu. Buradan D-yə qoymuşduq, məsələn. Bugünkü gündə kodları yığırıq, məsələn, 11175. Ok provkasını basıb aşağı düşürsünüz. 75, 74 fərqi yoxdur. 30.000.
və horizontal olmalıdır. Oku basırsınız, düşürsünüz aşağı, horizontal oku basırsınız yenidən. Sonra isə məsələn uydu listəsini oku basdıqdan sonra bu gəlib sizdə yaddaşa düşəcək. Bax bu belə. Sonra isə eklə qırmızı pnovkanı basırsınız. Qırmızı pnovkada yəni bu pnovkanı basırsınız. Yenidən 11.025 25 OK basırsınız, düşürsünüz 12.700 və vertikal olacaq. Yenidən bir daha oku basırsınız. Basdıqdan sonra buradan geri çıxırsınız. Bax, disek bölümünü necə öyrənmək lazımdır? Bunu sizlərə ətraflı şəkildə başa saldım. Sonra isə yenidən uydu ayarlarına girirsiniz. Intelsat 901-i seçirsiniz təzədən. Yəni kodu bilməyiniz üçün disek port bölümünü 901-də yığmışdıq biz. Intelsat 901. İndi isə burada kodu necə bilə bilərik? Bax, əziz izləyicilər, buradan transportun üzərinə gəlirik. Məsələn, burada 175 horizontalın üzərinə qoyuruq. Bizdə indi D-dədir, mən sizi göstərmək üçün eləyirəm. Bax, bunu D-ni C eləsək, bax, buradakı siqnal itəcəkdir. Gördünüz, sıfıra düşdü. Bunu B eləsək, siqnal yenə düşəcəkdir. Ola bilsin, bir də görsəm, bu aparatlarda belə problemi olur. A olanda siqnal belə göstərir, amma bu o demək deyil ki, A-dır. Bunu nə edirsiniz? Bunu dəqiq bilmək üçün. Kanalları yığırsınız, bizdə məsəl üçün D-dədir. Burada yəni bildiniz də, bu kalite hansında gəlsə, birinci sizdə odur. D-A. Çox vaxt ustalar DA qoyur. Bəzən də elə ustalar var ki, ara ustaları gedir fərqli qoyur ki, siz gedib hər hansı bir bizi kimi mağazinlərdə yığdırsaz, onda sizdə göstərməsin, yenidən onu çağırasınız və pul ödəyəsiniz. Bunun da necə eləmək olar? Yəni mən bu videolarıma yaxşı baxmaq lazımdır. Sonra isə bu transport listəsinin üzərinə gəlib sat pnovkasını basdıqda bizdə D-yə qoymuşuq oranı. Intelsat 901-i tapırsınız. Dəqiq şəkildə baxın. Intelsat 901, bax bunu seçdiniz. 11175 horizontal və bunun üzərinə ikisinə oku basırsınız. Bax bu okları qalaşqa qoyursunuz. Qalaşqa qoyduqdan sonra bu isə Bakı TV və Cunazın TV-dir. 11095 horizontal 30.000. Bax bunu da yazarsınız, yadda çıxartmayın. Sonra isə fikir verin, tara pnovkası var. Burada da bu pnovkadır, bunun rəngi. Bunu basırsınız və bir dənə ok pnovkasını basırsınız. Bax, məsələn, burada A-nı elədi, siqnal gəlsə, bu axtarış zamanı burada heç bir kanal çıxartmasa, deməli, yenidən çıxırsınız, onu da eləyirsiniz. O birisi siqnal gələn, hansında siqnal gəlsə, həmin o hissəni eləyirsiniz, yenidən həmin hissəni eləyirsiniz ki, o düzgün şəkildə olsun. Evet pnovkasını basırsınız, məsələn, yığdıqdan sonra. İndi isə Türksat kanallarını, Türk kanallarını necə yığmaq lazımdır? Sistem eyni işləyəcəkdir, amma bir dənə fərqlilik var. Deməli, bu günlərim Türk kanallarına necə yığmaq lazımdır? Onları da sizə başa salacağım. Rusun da içində Türk kanalları olacaqdır. Türkün içində yəni Rus kanalları olacaqdır. Ona görə dəqiq baxın. Buradan isə Türksatı seçirsiniz. Türksat kanalını seçdikdən sonra bax, sizdə yenə deyirəm, bu disek modu əgər yeni alıbsınızsa, burada yox olaraq görünəcəkdir. Burada disek 1.0-ın qabağına seçirsiniz. Gördünüz, burada Azərbaycan 4-də idi. İndi isə bizdə Türk diseki 1-dədir. Yəni A bölümündədir. Bunun üstünə oku basırsınız. A, B, C, D. Yenə deyirəm, həmin kim kodu yığırsınız, tapırsınız. Sonra isə bundan sonra Türk kanallarının kodunu yığmaq istəyirsiniz, transport listinə keçirsiniz. Başda gördünüz, Intelsat 901 kanalı gəlir. Sat pnovkasını yenidən basırsınız. Və gəlirsiniz Türksat kanalının üzərinə. Türksat kanalını tapırsınız. Sputnik'in üzərini tapdıqdan sonra qırmızı pnovkanı, ekra pnovkanı basırsınız və yazırsınız
977 27 500. 27 500 və oku basıb horizontal. Bunun üstünə oku basırsınız bir dənə. Deyir bizdə məsəl üçün zaten var. Bu biz əvvəl yığdığımız üçün göstərir. Siz evinizdə rahat şəkildə yığmalısınız. Məsələn, bunun üzərinə oku basdıqdan sonra kod həminki koddur. Gördünüz, diqqətli şəkildə baxın. 11977 27 500 horizontal və yenidən bu şifrovkanı basırsınız. Ağ taramasını açıq qoyursunuz. Kanal tipini şifrəsiz qoyaraqdan axtarırsınız və oku basırsınız, axtarır. Artıq türk kanalları yığır. Türk kanalları yığıb qurtarsın. Sonra isə kanal yerini necə dəyişmək lazımdır, onları da başa salacağım sizlərə. Sonra videonun sağollaşacaq. Əziz izləyicilər və əziz dostlar, bizim kanalımızda artıq Crossman aparatlarında həm incələnməsi, həm kanal yığımları da artıq bizim kanalımızda olacaqdır. Zəhmət olmasa dəstək olun, like qoyun. İndi bir dənə bunu dayandırıram. Siz bunu axıra qədər gedəcək, gözləyəcəksiniz. Biz artıq yığmışıq. Çıxış, evet. Siz qutarandan sonra yaddaşa sağlansın mı deyə sual verəcəkdir. Bir dənə evetə basırsınız. Sonra isə kanal yerlərini dəyişdirmək üçün nə etmək lazımdır? İkinci hissəyə gəlirsiniz, oku basırsınız, kanal yönəlticini basırsınız. Kanal yönəltici, burada görürsünüz taşı sözü var. Bir dənəsini ilə belə göstərəcəm sizlərə. Qalanını siz özünüz eləyərsiniz. Məsələn, kanal S-in yerini dəyişmək istəyirəm. Buradan ok provkasını basırsınız, gəlirsiniz. Məsələn, çoxlu basırsınız, istimaidir, budur. Sonra isə sarı provkanı basırsınız. Bunun üstünə sarı provkanı bastınız. Yəni sarı bu provkanı. Görürsünüz, sarı bu provkadır. Əslində oranjividir, sarı deyilik. Məsələn, mən bunu istəyirəm 4-cü kanala gəlsin. 4-ü buradan basırıq və yenidən ok provkasını basırıq. Birbaşa gələcəkdir 4-cü kanalın yerinə. Və yaxud da oku işarələyirəm. Mən bunları istəyirəm ki, məsəl üçün 10-cu kanalın yerinə gəlsin. Məsələn, sarı provkanı basıram, bax gözünüzün qabağında 10 yazıram və sonra enter oku basırsınız, gəldi birbaşa 10-cu kanalın yerinə. Əziz izləyicilər, bugünkü videomuz bu qədər idi. Kanalımıza abunə olub like qoymağı unutmayın. Çox sağ olun bizləri dəstəkləriniz üçün. Yepyeni videolarımız artıq gələcəkdir. Bundan sonra da çox güman ki, qazansız şəkildə Azərbaycan, Türk, Rus kanalları necə baxmaq olar, onu başa salacağım. Sonra Samsung televizorunun kanalları gələcəkdir. İzləmədə qalın, bizim kanalımıza abunə olun. Hələlik.